Hərbi cinayətlər törətməkdə təqsirləndirilən və Bakıda hakim qarşısına çıxarılan erməni əsilli şəxslər özlərini ifşa etdi. Törətdikləri cinayətlərə ardıcıl olaraq etiraf edərək bu işdə əli olan digər şəxslərin adlarını da hakimə bildirdilər. Məhkəmədə olan digər etiraflar Ləman Bayramlının süjetində. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslər Bakıda hakim qarşısına çıxdıqca bizə heç də yad gəlməyən faktlar işıq üzünə çıxır. Belə ki, ötən günkü məhkəmə prosesində təqsirləndirilən şəxslər növbəti etiraflarını ediblər. Melikset Paşayan vaxtilə Ermənistan tərəfindən işğal edilən Azərbaycanın suveren ərazilərində qanunsuz olaraq hərbi xidmət keçdiyini bildirib. O, Əsgəran, Ağdərə və Ağdam rayonlarının müxtəlif kəndlərində döyüş postlarında olduğunu deyib. Həmçinin döyüş postlarında avtomat, pulemyot və minaatan silahların olduğunu açıqlayıb. 10 noyabr bəyanatının imzalanmasına baxmayaraq ki, orada Ermənistan hərbi birləşmələri dərhal ərazidən çıxarılmalıdır. Həmin vaxt sülh məramlarının daxil olduğu zaman kəsiyində, yəni söhbət qısa müddətdən geçirdi, amma bəlli olduğu kimi uzun müddət, təxminən 3 il Ermənistan deməli silahlı qüvvələrinin, Ermənistan ordusunun ayrı-ayrı hissələri Azərbaycan ərazilərindən çıxarılmadı. Yalnız antiterror əməliyyatların nəticəsində onlar Azərbaycan ərazisindən çıxmaq məcburiyyətində qaldılar. Təqsirləndirilən şəxslərdən biri Gurgen Stepyan Ermənistan vətəndaşı kimi 2006-cı ildə hərbi xidmətə çağırıldığını, Cermuxdan Füzuliyə getdiyini və 2 il müddətində xidmət etdiyini bildirib. Məhkəmədə nəyin deyilməsindən asılı olmayaraq, açıqlamaların və verilən deməli izahatların içərisində həqiqətin müəyyən bir hissəsində etirafı nəzərə çarpır. Çünki bunun fərqli alternativləri yoxdur. İnsanlar Azərbaycan ordusuna qarşı döyüşdüyü məqamda Ermənistan vətəndaşları olduqları halda Azərbaycan ərazilərində olduqları faktı və onlar istintaqa cəlb olunduğu proseslərdə də bütün bunlarla bağlı izahat veriblər. Yəni bunun danılması mümkün deyil. Məhkəmə zamanı təqsirləndirilən şəxslərin müdaxilə edərək fikirləri yayındırmaq cəhdləri qabaqda hələ daha çox etirafların olacağından xəbər verir. İndiki vaxta qədər olanlar isə göstərir ki, Ermənistan Azərbaycanla danışıqların heç birində səmimi olmayıb və məhkəmə prosesini təlaşla izləməsi də səbəbsiz deyil.